100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyasının inşası çərçivəsində ilk panel quraşdırılıb, stansiyanın 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bunun nəticəsində isə həm təbii qaza ehtiyat olunacaq, eyni zamanda atmosferə atılan karbon emissiyalarının da miqdarı azalacaq. Stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək. Cari ilin iyul ayının 1-dən etibarən bu ərazidə tikintiyə başlanılıb və gördüyünüz kimi artıq günəş panellərinin quraşdırılacağı bütün dayaqlar ərazidə tam şəkildə başa çatdırılıb, onların inşası. Yarım stansiya hansı ki bu elektrik enerjisini Azərbaycan şəbəkəsinə ötürəcək, onun tikintisi ilə bağlı da əsaslı işlər başa çatdırılmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gördüyünüz tikintidə 300-ə yaxın azərbaycanlılar çalışırlar. Cəmi 7 Çindən dəvət olunmuş mütəxəssis var. Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirdi ki, Çinin Universal International Holdings Limited şirkəti ötən il COP29 çərçivəsində Avropa Yenidən Qurma və İnkişaf Bankının dəstəyi ilə Energetika Nazirliyi tərəfindən keçirilmiş hərracın qalibi olub. Qeyd edim ki, Qobustan Günəş Elektrik Enerji Stansiyası ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsidir. Aytən Fehruz, Samir Qasımov, Xəzər xəbər.